son tərtibatlı dizayn eyni zamanda nəfis parçalardan hazırlanan məhsullarda Çeti Tekstil müxtəlif səpkili geyimlərlə zövq oxşuyur. Çeti Tekstil doğrudan da milli brendimizi elindeki mükafat qəbul edin. Ceyda xanım Zülfüqalı. O eyni zamanda müharibə iştirakçısıdır. Azərbaycanda ilk olaraq Vətən müharibəsinin 3 gün əvvəl 3 rəngli bayrağımızı Xəzərin dərinliyində dalğalandırıb. Oktyabrın 24-də. Var mı sözünüz? Sentyabr. Hər birinizi salamlayıram. Hər birinizə uğurlar arzu edirəm. Sportmen jurnalının inşallah ömrü 100 yıl olsun. Hətta daha da uzun ömürlü olsun. Sağ olun. Sizə sir açılır ki, mükafat 2 qat dəyərlidir. Çünki Zemfir xanımdan qəbul etmək inanılmaz. Təşəkkür edirik. Zemfir xanım alqışlarla yola sarılsın. Çox sağ olun.